رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. وقال الحكيم في كتابه الكريم: بسم الله الرحمن الرحيم. إن الذين آمنوا قالوا ربنا الله ثم استقاموا تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون. صدق الله العلي العظيم. Allah'ın selamı, rahmeti ve bereketi olsun her birinizin üzerine. Allah Teala azalarımızı âli derecede kabul etsin inşallah. Allah Teala bizleri dünya ve ahiret Muhammed Aleyhisselam'dan ayrı salmasın. Aşura ziyaretinde qeyd olunduğu kimi onlar kimi yaşayıp onlar kimi dünyadan keçməkdə Allah Teala bizlərə güc, qüvvət versin inşallah, nəsib etsin. Mən inşallah bir ayə qeyd elədim. İnşallah onun haqqında danışmaq istəyirəm. Allah Teala Fussilat surəsinin 30-cu ayəsində bir məsələ haqqında qeyd edir, bir məsələ haqqında danışır. Buyurur ki: İnnellezîne qâlû rabbunallah istaqâmû. Buyurur ki, şübhəsiz ki, Rəbbimiz Allah'tır deyən, sonra da sözünün üstündə dayanan, istaqâmû, möhkəm dayanan, dirəniş göstərən kəslər, tətənəzzəlu aleyhimul mələikətu, onlara mələklər nazil olar. Öldükləri zaman, dünyasını dəyişən zaman onlara mələklər nazil olar və belə deyərlər: Əllə təxafu, qorxmayın, və lə təhzənu, kədərlənməyin, və əbşiru bil cənnətilləti tuadun, və onlara vəd olunmuş cənnəti müjdələyərlər. Bu Quran-ı Kərimdə Fussilat surəsinin 30-cu ayəsində keçən bir ayədir. Bu ayə haqqında Həzrət Əli Aleyhisselamın da kəlamı var, Peyğəmbərimizin də kəlamı var. Həzrət Əli Aleyhisselam xütbələrinin birində bu ayəni təfsir edir. Bu ayəni oxuyandan sonra buyurur ki, siz Rəbbimiz Allah'tır demisiniz. Odur ki, öz etirafınızı əsasən onun kitabına, aydın yol olan hökmünə, göstərişinə, layiqli ibadət və bəndəlik yoluna əməl etməkdə sabit qədəm olun. Ondan xaric olmayın, Allahın düz yolundan xaric olmayın. Möhkəm dirəniş göstərin, ona bidət qoymayın, həmin bu yola. Onunla müxalifət etməyin. Ayə nə buyurur? Buyurur ki, Allah deyib, Rəbbimiz Allah'tır deyənlər və möhkəm dayananlar. Bu söz əslində bizə tanış sözdür. Bu söz bizim dilimizdə gəzən bir sözdür. Deyəcəm, əksəriyyətimiz, xüsusən böyüklərimiz təsdiq edəcəklər. Bizim uşaqlıqdan eşitdiyimiz, təbii ki, qocaların da uşaqlıqdan eşitdiyi bir söz var. Birindən soruşanda ki, necəsən? Böyüklərimiz nə deyər? Deyərdi ki, Allah deyib dayanmışıq. Allah deyib dayanmışıq. Bu elə belə, yəni kiminsə ağlına gəlib, yəni bu sözü deyim, yaxşı sözdür, belə əmələ gəlməyib bu kəlam. Bu kəlamın kökü Qurandadır. Allah deyib dayanmaq çox mühüm məsələdir. Çətin məsələdir, amma mümkündür. Həzrət Əli Aleyhisselam deyir ki, Allah deyib ki dayanırsınız, Allah ki demişsiniz ki Rəbbimiz Allah'tır, bunun üstünə möhkəm dayanın. Allah deyib dayanmaq nə deməkdir? Sözün üstünə durmaq, dirəniş göstərmək. Bu, hər adama nəsib olan bir şey deyil. Bunun üçün güc tələb olunur. Bunun üçün iradə tələb olunur. Peyğəmbərimiz bu ayə haqqında danışarkən bu ayəni tilavət edir. Bu ayəni oxuyur. Ondan sonra deyir ki, Peyğəmbərimiz bu ayə haqqında deyir. Deyir, bir dəstə bu sözü dedi,
Sonra çoxsu kafir oldu. Yəni sözün üstünə dayanmadı. Dedi Rəbbimiz Allahdır. Amma bu sözün tələbləri yerinə yetirə bilmədi. Lakin bu sözü deyib ölənə qədər onda sabit qədəm olan şəxs düz yolu tutan şəxslərdir. Kim ki bu sözü deyir Rəbbimiz Allahdır və istiqamu, yəni möhkəm dayandılar, bunlar düz yolda olan şəxslərdir. İmam Rıza Aleyhisselamın da bu ayə haqqında kəlamı var. İmam Rıza Aleyhisselamdan soruşurlar ki, bu ayədə keçən ki, düz yolda möhkəm dayananlar, bundan nə nəzərdə tutulur? İmam Rıza Aleyhisselam buyurur ki, Hiyə vallahi mə əntum aleyhi. Buyurur ki, and olsun Allaha, düz yol sizin etiqad bəslədiyiniz vilayət xəttidir. İmamət xəttidir ki, buna ki, siz etiqad bəsləyirsiniz, budur düz yol. Budur düz yol. Təbii ki, ayədən vilayət, imamət qəsd olunsa da, bu hamısını əhatə edir. Əsasən salih əməllər nəzərdə tutulur və vilayət də ona daxildir. Peyğəmbərimizə bir nəfər gəlir, yanına gəlib deyir ki, Əxbirni bi əmrin ətəsimu bih. Buyurur, bir nəfər gəlib Peyğəmbərimizə deyir ki, mənə elə bir şey öyrət ki, ona əməl etməklə dünya və axirətdə nicat əhlindən olum, nicat tapım, həm dünyada, həm də axirətdə. Peyğəmbərimiz buyurur ki, Qul Rabbiyallahu summəstəqim. Buyurur ki, denən mənim Rəbbim Allahdır və bu yolda möhkəm dayan, bu düz yolda möhkəm dayan. Denən Allahdır mənim Rəbbim. Yəni, öz dilimizə desək, Allah deyib dayan. Təbii ki, burada Allah deyib dayan kəlməsindən məqsəd, bu hərəkətsizlik, ətalət deyil burada məqsəd. Burada o nəfsi istəklərin qarşısında sən dirəniş göstərəsən, o pis əməllərin qarşısında dirəniş göstərəsən, o ki səni geriyə atır, onun qarşısında sən dirəniş göstərəsən. Davamında buyurur ki, və həmin şəxs buyurur ki, qorxmalı olduğum ən təhlükəli şey nədir? Peyğəmbərimizdən soruşur. Peyğəmbərimiz dilini görsədir, deyir bu. Yəni, sən ki deyirsən ki, Rəbbim Allahdır, bu sözün üstündə dayanmalısan. Yoxsa kələmən deyim, Rəbbim Allahdır, hələ nə gəldi eləyim, Allah deyib dayanmışıq, hələ orada günah eləyim, burada günah eləyim. Bununla məsələ həll olur, bu sözün arxasında dayanmaq lazımdır. Bu sözün arxasında dayanmaq lazımdır ki, sənə də mələklər nazil olsun dünyağı dəyişəndə, desin ki, qorxma, kədərlənmə. Bu qorxma, kədərlənmə, yəni xüsusi olaraq, yəni nətər gəldi yazılır, yazaq ki, bura qorxma, yox, bu cür nə deyil, xüsusi olaraq qeyd olunur. Biri xavfdır, bir də hüzn kəlməsidir. Biri qorxudur, biri kədərdir. Və qorxudan məqsəd nədir? Qorxu adətən gələcəkdə baş verən hadisələrdən insan qorxur. Gələcəkdə baş verəcək hadisələrdən ki, filan şey olar, belə olar, belə olar. Mömin də adətən neydən qorxar? Allahın əzabından qorxar. Ona görə gələcəyə aiddir. Hüzün nədir? Allah Teala ki, buyurur ki, mələklər deyəcək, və lə təhzənu, hüzünlənməyin, kədərlənməyin. Bu da adətən insan nə üçün kədərlənər? İnsan edə bilmədiyi şeylər üçün kədərlənər. İnsan keçmişdə olduğu şeylərə görə adətən kədərlənər. Bu da adətən savabları əldən verdiyinə görə kədərlənər. Amma o şəxslər ki, Allah deyib dayanarlar və dirəniş göstərərlər, bunlar üçün gələcəkləri barədə, yəni ölüm öldü və ölümdən sonraki üçün qorxu olmaz. Və savabları da əldən verməyiblər o kəslər və keçmişləri içində kədərlənməzlər. Ona görə Allah Teala bu ayədə bunu gətirib. Allah deyib dayanmaq, dirəniş göstərmək asan bir iş deyil. Baxın, bütün pis olan insanlar tam əvvəldən pis olmayıblar ki. Tam, yəni ki, pis olaraq dünyaya, bu pisdir, belədir, ancaq pis olacaq, bu yox. Şeytanın özü belə əvvəldən pis olmayıb ki.
sonradan belə deyək, nəfsinə məğlub olub. Bütün pis insanlar əvvəl yaxşı olmaq istəyiblər, amma dirəniş göstərə bilməyiblər. İstəqamu ki keçir, möhkəm dayanmaq, onu bacarmayıblar. Və ən rahat yolu seçiblər. Ən rahat yol nədir? Pis olmaq. Pis olmağa nə var ki? Əsas odur ki, sən yaxşı olasan. Məsəl üçün, misal olaraq ədəbli olmaq. Ədəbli olmaq asan bir iş deyil, ədəbli olmaq asan bir iş deyil. Ədəbli olmağın nə qədər qaydası var, nə qədər qanunu var. Onu bu cür eləməlisən, bunu bu cür eləməlisən, səsinin tonunu bu cür eləməlisən, nə bilim, oturanda bu cür, qalxanda bu cür, nə bilim, danışanda bu cür, güləndə bu cür. Bütün o ədəb qaydalarını əməl eləməlisən. Həzrət Əli əleyhissalam buyurur ki, Peyğəmbər, mən öz gəncliyi haqqında buyurur, uşaqlığı daha doğrusu haqqında buyurur, Peyğəmbərdən tərbiyə alırdım, hər dəfə mənə bir ədəb öyrədirdi. Ona görə ədəbli olmaq dirəniş istəyir, ədəbli olmaq güc istəyir, ədəbli olmaq iradə istəyir. Amma ədəbsiz olmağın bir qaydası var. Nə istəyirsən elə? Hər şeyin başını burax, heç niyə əməl eləmə. Çox asandır. Məsələn, dağın zirvəsinə çıxırsan. Dağın zirvəsinə çıxmaq asan bir iş deyil. Sən hər bir addımıva, əlvi tutduğun, ayağı qoyduğun hər bir şeyə diqqət eləməlisən. Dağdan yıxılmağın qaydası nədir? Heç nə. Fikir vermirsən, necə gəldi, oradan dəyirsən yerə. Ona görə yaxşı olmaq üçün sən dirəniş göstərməlisən. Baxın, dünyada nə qədər qalib olanlar var. İstənilən sahədə nə qədər qalib olan şəxslər var. Məsəl üçün, yüzlərlə deyək ki, qalib var. Məsəl üçün, hər hansı bir idman növündə nə qədər qaliblər var. Amma qalib olmağa namizədlər nə qədərdir? Onun bəlkə 100 qatıdır. 100-ün 100 qatıdır bəlkə də. Amma onlar dirəniş göstərə bilməyiblər. Axıra qədər gedə bilməyiblər. Məsəl üçün, biz hər hansı bir idmanda nailiyyət göstərən bir şəxsi görürük. Görürük ki, onu məsələn, qızıl medal verdilər, ev verdilər, nə bilim, maşın verdilər, vəzifə verdilər, filan şey verdilər. Baxırıq ki, nə yaxşıdır bu. Deyirlər, bir nəfər də gənc baxır, deyir ki, sabahdan mən də idmana başlayacağam. İdmana başlayacağam. Və nə olur? Görür idmana, o biraz çətinliyi görən kimi, həmin o idmancının qalib olan şəxsin o çətinliyin görməyib bax o şəxs. Hansı əziyyətin, hansı tərin tökdüyünü görməyib baxır. O səhnənin arxasını görməyib. Ona görə də elə bilir ki, hələ mükafatlar belədir. Hələ nə yaxşı mükafat, elə bilirsən hamiyə verilir, xeyr. O nə qədər neçə illər əziyyət çəkib. Neçə illər sən gedib əyləndiyin vaxt o idman zalında tər töküb, əziyyət çəkib və nəhayətdə uğur qazanır. Ona görə də hər bir sahədə dirəniş göstərən şəxs qalib olur. Əgər dirəniş göstərə bilməsən, məğlub olacaqsan. Məsələn, bəzi təhsil yerlərində qabaqları, xüsusən əvvəllər ki, dini təhsil yerlərində, mədrəsələrdə necə eləyərdilər tələbəni qəbul eləyərkən? Onun dirənişini yoxlayardılar. Məsələn, gələrdi, müraciət eləyərdi, deyir ki, get sabah gəl. Sabah gələrdi, deyərdi ki, bu günlərin məsələn, ustadı yoxdur, get o birisi gün gəl. Belə yoxlayar görə bu nə qədər dirəniş göstərəcək. Bu sınaqlardan keçəndən sonra onu qəbul eləyərdilər. Ona görə də insan əgər yaxşı olmaq istəyirsə, əgər uğur əldə etmək istəyirsə, bu dirənişi göstərməlidir. Allah deyib dayanmağı bacarmalıdır. Yoxsa söz xatirinə deyəsən, o bəziləri qurban olun, quru qurban olun, ona bir şey verməzlər. Sən söz xatirinə söz deyə bilməzsən, hər bir sözümüzdə biz məsuliyyət daşıyırıq. Hər bir sözümü, mən ki sözümü ağzımdan çıxardıram, filan kəsə deyirəm, həmin filan kəsə sözünü çatmamış, onu Allah eşidir. Onu birinci Allah eşidir. Sən söz ki deyirsən, bu elə belə deyil, mən elə yola verim geçsin, məsələ bitdi, yox. Ona görə də hər bir ki zirviyə qalxırsan, hər bir uğur əldə edirsən, o çətinliyi ilə ölçülür ki, bu nə qədər dəyərlidir. Məsəl üçün,
Everest zirvəsi var da, Everest zirvəsi var. 8848 metrdir. 9 kilometrə yaxındır. Ora pilləkənlə çıxılsaydı, hazır pilləkənlə çıxırlar məsəl üçün olsaydı, ora çıxmaq bir uğur sayılardımı? Sayılmazdı. O ona görə uğur sayılır ki, hər kəs ora çıxa bilmir. Hər alpinist orada hətta özün sınamağa belə qorxur. Çıxanlar isə ən güclülər olur. Ona görə də ən böyük sınaqlardan ən çox dirəniş göstərənlər keçə bilir. Həyatımızın hər bir sahəsində dirəniş olmalıdır ki, əzimkarlıq olmalıdır ki, möhkəm iradə olmalıdır ki, sən uğur qazanır. Adi namaz qılmağın özü. Namaz qılmaq 17 rəkətdir. 3 vaxta qılırıq da. Az olsa da namaz qılmağın özü belə dirəniş tələb edir. Az olsa da belə gəlməsin. Bir adam baxırsan, soruşsan neçə ildir namazı? 20 ildir namaz qılıram. Bu balaca bir şey deyil ki, 20 ildir hər gün namaz qılır kişi. Balaca bir şey deyil. Ona görə dinin sütunudur namaz. Hər gün bir əməli yerinə yetirmək insanda dirəniş tələb edir. Bunun məsəl üçün xəstəliyi var, bunun azlığı var, susuzluğu var, istisi var, soyuğu var, bunun dərdli günləri var, hüzünlü günləri var, bunun şən günləri var. O bəzən olur, görürsünüz, bəzən hardasa qonaq gedəndə falan da adam birinci nə istəyir? Birinci cənamaz istəyir, sonra qiblənin yerini istəyir. Yox, sonra qılaram, sonraya saxlayaram, bu dirəniş deyil artıq. Ona görə də hədislərdə mömin vəsf olunarkən nə deyirlər möminə? Mömin dağ kimidir, mömin dağ kimi olar. Baxın, Kərbəlanın da xüsusiyyəti bu cür nə idi? Kərbəlanın da xüsusiliyi bundaydı elə. Aşura dirənişin zirvə həddidir. Aşura ona görə aşuradır. Oradakılar elə, məsəl üçün, yoldan keçənləri yığıb 72 nəfər düzəldib qoymamışdılar ora. Hər birinin həyatına baxanda görürsən ki, mükəmməl insandılar. Mükəmməl insan olublar. Böyük zirvələr həfət ediblər. Yoxsa mən kimisi geçsin elə desin ki, ağa mənə də qəbul elə. Ora geçsəm ağa qəbul elə, amma getmək məsələsi var. O addımı atmaq məsələsi var. Elə bilirsiniz, məsələn, insan öz daxilində hər gün mübarizə aparmırmı? Baxın, sizlərin hər biriniz. Baxın, günahlarla olan bir mühitdə yaşayırıq. Bəzən ola bilər ki, insanın qəlbinə gəlir ki, bəlkə dönüm, bəlkə məndə olar kimi olum, bəlkə etmək lazım deyil bu dindarlıq, rahat yaşayım. Zahirən din məhdudiyyət kimi görünür axı, zahirəndir, amma qəlbən insanlar nə qədər xəyanət edir, nə qədər geri dönmək istəyir və amma mübarizə aparırsınız. Bu günləri bura gəlmək üçün İnanın ki, mübarizə aparırsınız. Dirəniş göstərirsiniz özünüzlə. Balaca məqam deyil. İnsan nə qədər tərəddüd edir. Deyir ki, bəlkə bu gün yedmiyim, bəlkə bu günahı eləyim, bəlkə filan şeyim. Onsuz da şübhəlidir də ki, deyil ki, haram deyil ki. Bir dəfə eləməklə bir şey olmaz ki, insan dirəniş göstərməsə, bir dəfə zəifçilik görsəsin, davamı gedəcək. Corab söküyü kimi gedəcək. Ona görə o corab söküyünə imkan vermək lazım deyil. Aşura bunun zirvə həddidir. Aşura dirənişin simvoludur. Dözümlülüyün, əzimkarlığın, möhkəm iradənin simvoludur. Və Aşurada İmam Hüseyin əleyhissalamın ətrafında olanların heç birində tərəddüd yox idi, şək yox idi, xəyanət yox idi, sarsıntı yox idi, ruhi çöküş yox idi. Onlar ətrafında ki, qalmışlar, İmam Hüseyin əleyhissalam onların olduğu tutuma, onların olduğu iman üstünə biraz da əlavə elədi. Və onların hər birini kiçik Hüseynlərə çevirdi.
ətrafında olan İmam Hüseyn əleyhissalamın ətrafında ki var idi əshabı, özü İmam Hüseyn əleyhissalam idi, ətrafındakilər isə kiçik Hüseynlərə çevrilmişdi. Ona görə Kərbəla oldu. Məsəl üçün biz Kərbəla şəhidlərindən biri haqqında danışsaq, Kərbəla şəhidlərindən biri haqqında Əmr ibn Qərazə Ənsari Xəzrəci tayfasından idi. Əsli Mədinədən idi, Küfədə yaşayırdı. Atası Peyğəmbər sahabəsi olmuşdu. Qərazə İbn-i Kəb idi atası. Və Peyğəmbərlə Ühud döyüşündə olmuşdu. Peyğəmbərin iştirak elədiyi digər döyüşlərdə olmuşdu. Və 2-ci xəlifənin dönəmində Küfəyə gəlir, Mədinədən çıxır Küfəyə gəlir və həmin bu dediyimiz sahab Kərbəlada iştirak edən Əmirin atasından danışırıq. 2-ci xəlifənin dönəmində Mədinədən gəlir Küfəyə köçür və fiqhi biliklərə dair insanlara təlimlər keçir. Ondan sonra Həzrət Əli əleyhissalamın dönəmində ki bilirsiniz paytaxt Küfəyə köçürülür və həmin zaman Siffin döyüşündə, Cəməl döyüşündə, Nəhravan döyüşündə fəal iştirak edir və hətta Siffin döyüşündə Ənsarların bayraqdarı olur. Qərazə İbn-i Kəb Reyin fəthində, fəth uğrunda əsas komandanlardan da biri idi. Həzrət Əli əleyhissalamın dönəmində Fars vilayətinin də valisi olmuşdu. Hicrətin 51-ci ilində vəfat elədi. Və həmin bu Qərazənin 2 dənə oğlu var idi. Biri Əmr idi, biri Əli idi. Bəzilər Əlini Zübeyir kimi qeyd edirlər. Əmr ibn Qərazə Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalamın yanında İmam Hüseyn əleyhissalamın yaxın silahdaşlarından idi. Və Səd ibn Abdullahla birgə İmam əleyhissalamı mühafizə eləmək vəzifəsini öz üzərinə götürür və bu uğurda başına və sinəsinə çox saylı oxlar dəyir və elə vəziyyətdə də döyüşə girir. Amma Əmr ibn Qərazənin bir qardaşı var idi, həmin o biri qardaşı. Bu Ömər Sədin qoşununda idi. Bir qardaş Həzrət Hüseyn əleyhissalamın qoşununda, digər qardaşı isə Ömər Sədin qoşununda idi. Və Ömər Sədin qoşunundan həmin Qərazənin oğlu olan Əmirə çoxlu vədlər verilir. Yəni belə deyək də, mal, dövlət vəd verilir, vəzifə vəd verilir ki, sən Hüseyni tərk elə, gəl bizə tərəf, biz sənə filan şeyləri verəcəyik. Amma İmam Hüseyn əleyhissalamın yanında olan həmin Əmir ibn Qərazə nə edir? Dirəniş göstərir. Asan deyil. Asan deyil vəzifədən imtina eləyəsən, puldan imtina eləyəsən. Əbu Zərə pul təklif edirlər Əbu Zərə ki, gəl əliyini tərk elə. Kisə ilə pul verirlər. Əbu Zər götürmür. Və sonradan deyir ki, o ki mənə pul təklif eləmişdilər, mən 3 gün idi az idim. 3 gün idi mən yeməyə bir şey tapa bilmirdim. Dirəniş göstərmək asan deyil ki. Kərbəla bunun ən böyük zirvəsi idi. Əmir ibn Qərazə də dirəniş göstərir, İmam Hüseyn əleyhissalamı tərk eləmir. Gəlir, əlin qoyur sinəsinin üstünə, gəlir, ya Hüseyn, mən sənin yolunda fədayam. Nə göstərişim var, nə əmrim var, mən sənin yolundayam. Və bunun fəaliyyətlərindən biri də bu idi ki, İmam Hüseyn əleyhissalam bunu göndərir ki, Ömər Sədin yanına get, Ömər Sədi çağır, müzakirə eləyək. Müzakirə eləyək bəzi şeyləri. Aşuradan əvvəl. Müzakirə eləyən vaxtı həmin bu əmir də İmam Hüseyn əleyhissalamın yanında idi. İmam Hüseyn əleyhissalam təklif edir, gəl bizə tərəf keç falan belə şeylər deyir, təkliflər eləyir. Ömər deyir ki, Ömər Səd deyir ki, Küfədəki evimi viran qoyacaqlarından qorxuram. Qorxuram ki, Küfədəki evimi dağılacaqlar. Bədbəxt bilmir ki, bunun evi dağılır. Ahirət evi dağılır. Dünya evi dağılanmağın nə mənası? İmam Hüseyn əleyhissalam deyir ki, mən sənin təzə bir dənə ev tikəcəm, verəcəm.
Deyir ki, malımı müsadirə eləyəcəklər, Ömər Səhət deyir. Bu bəlkə Kərbalada olanlar bilir, İmam Hüseyin əleyhissalamla Ömər Səhədin görüşdüyü yer var, o məqam var. Hətta deyir, o qədər yaxın idilər ki, İmam Hüseyin əleyhissalamla Ömər Səhədin atlarının başları, boyunları bir-birinə dəyirdi. Deyir ki, mən qorxuram mallarımı müsadirə eləyərlər. İmam Hüseyin əleyhissalam deyir ki, gəl keç bizi tərəfə, mən öz malımdan, mülkümdən, sənin malından da artığını verəcəm. Məsələn, bu qəbul eləmir. Bu qəbul eləmir. Əmir ibn Qərazə də bunlara şahiddir, görür bunları. Və döyüşə gedəndə, dediyim kimi, İmam Hüseyin əleyhissalamın mühafizə edir, qarşısında dayanırdı, namazda falan da qarşısında dayanırdı. Ox yarası ilə girir döyüşə. Ox yarası ilə döyüşə girərkən rəcəz oxuyur. Ənsar dəstəsi yaxşı bilir ki, mən ən dəyərli varlıqları qoyuram. Zərbələrim əyilməz bir gəncin zərbəsidir. Canım da, malım da Hüseynə fəda olsun. Canım da, malım da Hüseynə fəda olsun. Bu son cümlələri ki var, beyti ki var, misrası daha doğrusu ki var, bu Ömər Sədə bir mesaj idi. Ömər Sədə bir cavab idi ki, sən malıva görə, mülküvə görə İmam Hüseyin əleyhissalamı tək qoydun. Və sonda gedir, əmin o yaralı vəziyyətdə gedir, döyüşür və son nəfəsində İmam əleyhissalama üzün tutaraq buyurur ki, ey Allahın Rəsulunun nəvəsi, əhdimə vəfa etdinmi? Əhdimə vəfa etdinmi? İmam Hüseyin əleyhissalam buyurur ki, bəli, sən cənnətə məndən öncə yollanırsan. Allah elçisinə mənim salamımı çatdır, ona söylə ki, mən də tezliklə sizə qovuşacağam, Rəsulullaha qovuşacağam. Baxın, əzizlər, Kərbəla bu dirənişin ən böyük zirvəsi idi. Bizlərdən də bu tələb olunur. Nəfsimizə qarşı dirəniş göstərmək, şeytana qarşı dirəniş göstərmək. Yoxsa özümüzü boş bıraxsaq, inanın ki, bu yolda qala bilməyəcək. İmam Hüseyin əleyhissalamın özü necə dirəniş göstərirdi? Necə dirəniş göstərirdi? Göstərirdi ki, təsəvvür eləyin, Əli Əkbər əleyhissalam şəhid olandan sonra İmam Hüseyin əleyhissalam ki, onun cənazəsinə tərəf gedirdi, qeyd edirlər ki, heç ata minməyə taqəti yox idi. İmam Hüseyin əleyhissalam ata minə bilmirdi. Beli sınmışdı sanki. Amma ruhən necə idi? Ruhən dirəniş göstərirdi. Asan deyil ki, bir atanın, övladının cənazəsinin üstünə getməsi. Amma İmam Hüseyin əleyhissalamda dik duruş var idi. Bu bənzərsiz dirəniş idi ki, Aşuranı Aşura eləyən. Allah Teala bizlərə də bu dirənişi, bu möhkəmliyi, bu iradəni nəsib eləsin inşallah.